Allah şəhidlərimizə rəhmət eləsin, şəhid ailələrinə, şəhid bacı qardaşlarına, şəhid ata-analarına, şəhid balalarına, şəhid yarlarına Allah səbir versin. Şəhid ana və ataların əllərindən, ayaqlarından öpürəm, qarşılarında diz çəkirəm. Allah qazilərimizə şifa versin, veteranlarımıza yar olsun. Allah bizə bir də vətənimizə, millətimizə müharibə odun göstərməsin, aclığı başımızın üstündən əskilsin inşallah. O qara dumanı üstümüzdən çəksin inşallah. Görürəm başımıza nelər Gələcək nəsillərə də Allah gəl boyuna qurban. müharibə odun göstərməsin inşallah. Çünki həqiqətən keçmiş nəsillər bizə çox deyər ki, siz müharibə görməyibsiniz, müharibəni yaşadıq, gördük. Çox acılı bir şeydir. İnsan tanımadığı halda minlərlə qardaş itirməsi çox acılı bir şeydir, həqiqətən. Göyçəmdən yazır Mənə Allah qan bir, can bir qardaş verməyib həyatda. qurban. Amma müharibədə özümün Şu şayayla egoist olduğumu bilmişəm. Həqiqətən o qədər qardaşlarımın, arı bülbül o qədər